Salmamayam, bilirəm, standart o darıxdırıcı webinarlardan yəqin ki, hamımız bezmişik, elə deyil? Bugün bax, o webinarları necə unudulmaz bir təcrübəyə çevirə bilərik, bunun sirlərini açacağıq. Məqsədimiz sadəcə nəsə danışıb getmək deyil, əsas odur ki, iştirakçıların yaddaşında bir iz qalsın. Gəlin başlayaq. Baxın bu şəklə. Sizə də tanış gəlir bu vəziyyət. Bir webinardasınız, amma fikriniz tamam başqa yerdədir. Məsələn, telefonunuza baxırsınız ya da başqa bir işlə məşğul olursunuz və sadəcə gözləyirsiniz ki, nə vaxt bitəcək bu. Düşünürəm ki, bu hissi çoxumuz yaşamışıq. Yaxşı, gəlin əvvəlcə problemi anlayaq. Axı niyə bir çox virtual təqdimat heç bir təsir bağışlamır, tez də unudulur gedir? Gəlin bunun əsas səbəblərinə baxaq. Deməli, uğursuz webinarların adətən 3 əsas problemi olur. Birincisi, spiker dayanmadan danışır, iştirakçılar isə sadəcə passiv şəkildə dinləyir. Yəni, bir monotonluq yaranır. İkincisi, həddindən artıq çox, yadda qalmayan məlumat verilir. Bütün bunların nəticəsi nə olur? Təbii ki, insanlar darıxır və diqqətləri o dəqiqə yayınır. Amma, əlbəttə, hər şeyin bir yolu var. Bu belə olmalı deyil. Darıxdırıcı mühazirələri tamamilə dinamik, interaktiv bir təcrübəyə çevirmək inanın ki, mümkündür. Yaxşı, bəs necə? Yadda qalan bir webinarın ilk və ən vacib sirri hazırlıqdır. Unutmayın, əsl uğur o canlı yayıma başla düyməsini basmazdan çox-çox əvvəl başlayır. Deməli, ən həlledici məqamlardan biri budur. Virtual mühitdə, yəni insanlar fiziki olaraq yanınızda olmayanda, onların diqqətini saxlamaq üçün sizə dəmir kimi bir struktur lazımdır. Çox aydın, çox məqsəd yönlü. Bax, bu struktur sizin yol göstərəniniz olacaq. Bax, məhz buna görə də aydın bir plan qurmaq hər şeyin, necə deyərlər, saat kimi işləməsini təmin edir. Bu plan sizin yol xəritənizdir. Onunla heç bir vacib detalı gözdən qaçırmayacağınızı əmin ola bilərsiniz. Proses əslində çox sadədir. Birinci, məqsədiniz nədir, onu dəqiq müəyyən edin. Sonra, məzmunu məntiqli ardıcıllıqla qurun. Üçüncü, insanları cəlb etmək üçün nələr edəcəksiniz? Məsələn, sorğular, suallar, bu kimi interaktiv elementləri düşünün. Sonra, əlbəttə, vizual materiallar və ən sonda, amma ən vacibi, təqdimatınızı mütləq, amma mütləq məşq edin. Yaxşı, deyək ki, hazırlığımız tamdır. İndi keçirik növbəti çox vacib məsələyə. Bəs webinar boyunca auditoriyanı necə aktiv saxlayaq? Gəlin bunun yollarına baxaq. Webinara başlayar-başlamaz, o ilk dəqiqələrdən səmimi bir mühit yaratmaq çox vacibdir. Buna buzu qırmaq da deyirlər. Qısa, əyləncəli bir fəaliyyətlə başlaya bilərsiniz. Bu, hər kəsin gərginliyini atıb, özünü daha rahat hiss etməsinə super kömək edir. Bəs sizin o interaktiv alət çantanızda nələr var? Demək olar ki, bütün webinar platformaları bizə güclü alətlər verir. Sorğular, chat pəncərələri, virtual lövhələr, hətta iştirakçıları kiçik qruplara bölmək üçün otaqlar. Əsas məsələ bu alətlərdən yaradıcı şəkildə istifadə etməkdən qətiyyən çəkinməməkdir. Amma bir şeyi unutmayın, məsələ təkcə o düymələri basmaqda, o funksiyalardan istifadə etməkdə deyil, əsas məsələ auditoriyanın reaksiyalarını hiss etmək, onları anlamaq və onlara cavab verməkdir. Yəni, sanki bir növ virtual bədən dili yaradıb onu oxumağı bacarmaq lazımdır. Çox sadə bir misal. İştirakçılarla əvvəlcədən razılaşa bilərsiniz ki, filan emotikon filan şeyi bildirir. Məsələn, sual işarəsi başa düşmədim deməkdir. Bu, sizə o an rəy verir və siz dərhal görürsünüz ki, kimin fikri qarışıb, kim mövzunu tam qavrayıb ya da kimin köməyə ehtiyacı var. Məsələn, baxın belə bir şey deyə bilərsiniz. Sara, görürəm ki, çaşqın işarəsini klikləmisən. Gəl görək sənə necə kömək edə bilərəm. Bax bu, möhtəşəmdir. Çünki siz təkcə o problemi həll etmirsiniz, eyni zamanda həmin insana özünü dəyərli hiss etdirirsiniz. Bu isə digərlərini də daha aktiv olmağa həvəsləndirir. Və gəldik üçüncü vacib məqama, vizuallar. Virtual dünyada vizualların gücünü inanın ki, heç nə əvəz edə bilməz. Onların təsiri daha da artır. Çox tez-tez edilən bir səhv var. Hər slaydın dizaynı bir-birindən fərqli olur. Məsələn, bir slaydda başlıq soldadır, o birində sağda. Şəkil gah yuxarıda olur, gah aşağıda. Bu zaman məzmun sanki ekranda rəqs etməyə başlayır. Bəlkə də kiçik bir detal kimi görünür, amma bu, izləyicinin diqqətini əsas məsələdən yayındıran çox ciddi bir problemdir. Yaxşı, bəs bu rəqs edən məzmun problemini necə həll etməliyik? Bunun peşəkar yolu xanalar şəbəkəsi dediyimiz sistemdən ya da sadəcə hazır şablonlardan istifadə etməkdir. Bu yanaşma hər bir elementin bütün slaydlarda eyni yerdə qalmasını təmin edir. Nəticədə isə çox səliqəli və peşəkar bir görünüş alınır.
Gəlin qısaca müqayisə edək. Slaydları uzun-uzadı mətnlərlə doldurmaqdansa, daha çox şəkil, qrafika istifadə edin. Daha effektivdir. Hər dəfə yeni bir dizayn fikirləşməyə əvəzinə ardıcıl eyni şablonla gedin. O göz yoran, mürəkkəb animasiyalardan da uzaq durun. Sadəlik və aydınlıq hər zaman daha yaxşıdır. Yaxşı, indi isə bütün bu danışdıqlarımızı bir-birinə bağlayan o son və ən vacib prinsipə gəlib çıxdıq. Və əsas nəticə, əsas fikir budur. Məsələ hansı proqramdan, hansı texnologiyadan istifadə etməyinizdə deyil. Qətiyyən, əsas diqqət mərkəzində hər zaman insanlar olmalıdır. Onların təcrübəsi, onların nəyə ehtiyacı olduğu, onların rahatlığı, uğurun əsl açarı texnologiya deyil, insan faktorudur. Belə, gəlin sonda bir anlıq düşünək. Bütün bu danışdıqlarımızdan sonra növbəti webinarınızı həqiqətən də unudulmaz etmək üçün bugündən dəyişəcəyiniz o ilk şey nə olacaq? Belə hansı kiçik bir addım atsanız ən böyük fərqi yarada bilərsiniz.